İsrail mediasının məlumatına görə İsrail Baş naziri Benyamin Netanyahu cümə axşamı qəfildən güclü ölkənin təhlükəsizlik kabinetinin erkən təcili iclasının keçirilməsini əmr edib. Eyni zamanda bu məlumatlara görə İsrail parlamentinin başqa bir iclasında İslam Respublikası rejiminin süqutu ehtimal barədə danışıb. Times of Israel qəzetinin məlumatına görə bazar günü keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş Netanyahunun qərarı ilə cümə axşamı gecəsinə təxirə salınıb. Bu addım İran ətrafında gərgin diplomatik və təhlükəsizlik vəziyyəti ilə üst-üstə düşüb. İsrail Baş nazirinin ofisi görüş başa çatdıqdan sonra danışıqların məzmunu ilə bağlı heç bir açıqlama verməyib. Lakin The Times of Israel qəzeti həmçinin Channel 12-yə istinadən xəbər verib ki, Netanyahu görüşdən bir neçə saat əvvəl Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin iclasında İranı kritik bir nöqtəyə yaxınlaşdıra biləcək bir sıra siyasi, hərbi və iqtisadi amillərin formalaşdırdığını qeyd edib. Times of Israel qəzetinin məlumatına görə İsrailin baş naziri eyni qapalı Knesset iclasında xəbərdarlıq edib. Əgər İran İsrailə hücum edərsə güclü cavabla qarşılaşacaq.